Salam əziz izləyicilər, mən yenə məcbur oldum, Sosial Müdafiə Nazirinin mənə etdiyi haqsızlığa görə yenə məcbur oldum ki, Cənab Prezidenti ölkə basına müraciət edəyəm. Deməli, mən Ağdam rayon keçmiş məcburi köçkünü, şəhid evladı, 2-ci qrup Əlil Qurbanov Ülfət Əliqismətoğlu, Bərdə rayonu 866 nömrəli qəsəbədə qalılan 1011 mənzil 19-da mən buradan Azərbaycan Respublikasının prezidentinə, bizzat prezidentinə, Azərbaycan Respublikasının baş prokurorluğuna və Azərbaycan Respublikasının devlət təhlükəsində mənim müraciətim var. Mən deməli 23-ünün asmasıyam. 2003-cü ildən mən hərbi zamanı asma bronkit olmuşam. Deməli 5-ci ilə kimi mən deməli hərbini qutarandan sonra mən 2004-cü ildə qutarmışam, 2005-ci ildən bəri devlət orqanlarına, Cənab Prezidentə, bizzat Prezidentə istifadəli kompresə getmişəm və rəhmətli anamla, oradan sonra məni Cənab Prezident və bizzat Prezidentin göstərişi əsasından düz indiyənə kimi müalicə olunaq. Mədə, bağırsaq, asma. İndi mənimiz olsun ki, Cənab Prezident. Mən 2025-ci ildə mənim 15 ilim tamam oldu. 2-ci qrup əlillik alındım. 2025-ci ildə mən Qəmsiyyədən keçdim və Ağdam, Ağzəbədi, devlət xəstəxanasında 3 dənə, 4 dənə yatışlarım ola ildə. Mən Ağzəbədidən Qəmsiyyədən keçdim, Ağdamdan Qəmsiyyədən keçdim və mənim sənədlərim Sosial Müdafiə Nazirliyinə vuruldu. Mən də gözlədim ki, mən ömürlüyə keçəm, çıxam. Deməli, Sosial Müdafiə Nazirliyi götürdü məni 3-cü qrup elədi. İndiyənə kimi də müraciətlərim olur, şikayətlərim olanda bax, bütün hər yerdən də məktublar var, evdə də var, nə qədər məktublar var. Devlət təhlükəsindən məktub gəlib, deməli, Prezident aparatından, bizzat Prezidentdən, baş nazirdən da eləməliyim Azərbaycanda orqanlar yoxdur. Düz indiyənə kimi şikayət eləmişəm. Deməli, mənə 4-cü ayda Sosial Müdafiə Nazirindən mənə zəng gəldi, Prezident aparatından məktub gəldi, sonra devlət təhlükəsindən belə məktub gəldi ki, və bunlar deyir ki, yenidən bunun müalicəyə ehtiyac var. Getdi sənədini təzələnə bu 2-ci, 3-cü dərəcədədir. Ortasından meriallar dəyişilib, geçsin bu təzələnən yatsın, sənət gəlsin. Mən 2026-nın 4-cü ayında getmişəm, xəstəxanada yatmışam və 3-cü dərəcə mən sənətimi gətirmişəm ki, bu adam 3-cü dərəcə asma tipdir. Bəyəkdə deyirlər 2 ilə 3-ün arasındadır. İndi mən gelib ağziyardan tutmuş bütün hər yerlərdən mən gelib 3-cü dərəcə. Ağır gedişli, kroniki və asılı vəziyyətləri. Mən də, baba, bütün sənətlərimin hamısı buradadır. Ağziyardan belə, bütün sənətlərimin hamısı burada olurlar. İndi mən gözləmişəm ki, bu neçə ayda, bu müraciətlərdən, şikayətlərdən, dədə gelib xəstəxanada yatmışam, məni yollayıblar xəstəxanaya ki, get, Bakı şəhərində dinamik xəstəxanalarına, müasir xəstəxanalar birində devlət xəstəxanaya yatmalısın. Getdim, hər yerdə yatmışam, ağziyarda yatmışam, bütün xəstəxanalardan belə, Çemaşqadan belə, əlimdə epigrizlərim olaraq, bütün sənətlərim olaraq, indi mən getmişəm, Sosial Müdafiə Nazirinə zəng vurmuşam, deməli, qaynaq həddinə, orada getmişəm dünən dost mərkəzinə, orada da olmuşam, orada da açıb baxırlar ki, mənə, orada onlara da sistemlə gəlir ki, müalicəyə ehtiyacı var. Mən Cənab Prezident, baş prokurordan, devlət təhlükəsindən xahiş edirəm. Mən şəhid evladıyam, mən zülüm çəkirəm. Mədə, bağırsaq, beldə qirija, 3 dəfə əməliyyat olmuşam, qirijadan olmuşam, sinir damardan olmuşam, qasıqdan. Əməliyyatlarım da var, hər şeydə mən ağır girişdə asmayam, 3 dənə yastıqda yatan bir insanım. Mindirə baba, elfirin, gelib bütün bayımda baba dərmanları 10 gün bundan qabaq biri aldım, 10 gün bundan bunları Nisriyə gelib apteklərdən götürmüşəm. Sağ olsun, həkim yazır, yəni həkimim var burada. Yazır, ambulator müalicələr anlamayırlar. Təzədən müalicələr çıxmışam. Səsim canım da batıbdır. Bax, elfirin, natrixlor. Baba, bunlar, hamıdan hamısı da gelib özüm cebimdən pulunla almışam.
Her ay günde 3 dəfə mən 10 gündə bir müalicə götürürəm. Hər ay. Da mən nə qədər müalicə götürməliyəm? Bax, mən xəstəyəm də, bunu görmürlər cənab prezident. İndi məlumatınız olsun ki, dünən maraqlanmışam ki, Sosial Müdafiə Nazirinin dost mərkəzində dedilər, bir də qaynar xəttinlərlə çıxmışam ora. Deyirlər, müalicəyə ehtiyac var, cənab prezident. Gelib xəstəxanada 10 gün yatıb gəlmişəm. Mən təzədən müalicəyə ehtiyacım var nədir? Mən təzə çıxmışam müalicədən. 4 dənə yatışım var, 3 dənə yatış var, 2 dənə yatış var ildə. Bax, təzə çıxmışam müalicədən, gəlmişəm evə, toxtamışam, bir də deyirlər müalicəyə ehtiyac var. Bunlar bizi ağrıya salır, bizim bunlar nə hesab edir? Cənab prezident, bax, mədə, bağırsa, bax, versəbilər, salafanlarla, addelli mən müalicə olam. Bax, əsəb üçün dərmanlar. Mən bunlarla yaşayıram. Müalicəyə ehtiyacım var nədir? Müalicə, zaten mən ildə 4 dəfə pansiyona yatıram. Hər gündə, 10 gündən bir mən Bərdədə, Ağdamın həkimlərindən müalicə yazır, müalicə olunan, asma görə. Gündə 4 dənə elfinim oturam. İndi də mənə deyir ki, müalicəyə ehtiyac var. Dünən müalicəyə yazmıyor mu ki, müalicəyə ehtiyacı var? Bu nə deməkdir? Bu hansı devlətdə görsənir? Bu hansı bu səhiyyədə göstərir? Bu professor da bunlardan başa açmış ki, dünən müalicəyə çıxır. Evə müalicəyə ehtiyacım var, mesaj gəlir. Dünən çıxmışam müalicəni, bugün gelməliyəm müalicəyə. 10 gün yatıb gəlmişəm. Bunlar hansının sistemləri nətər işləyir ki, dünən yatan müalicə bu günləri göndərirlər müalicəyə ehtiyaclar. Hamıya elə mesajlar yollayırlar, yalanlar. Çünki 15 ilin xəstəsini cənab prezident, baş prokurorluq Kamran Əliyevə mən deyirəm. Azərbaycan Respublikası Devlət Təhlükəsində mən Əmin Ağayev cənablarına müraciət edirəm ki, dünən müalicədə yatırsam, bugün gəlsəm, hamıya bax elə mesaj gəldi, müalicəyə ehtiyac var. Bunlar sistemdə görmür ki, mən bax müalicədən çıxmışam, bax gəlmişəm. Deməli, bunlar bütün yerlərdən məktub yollayırlar ki, bu geri xəstəxanada yatmalıdır. Təzərin yerine geçsin, ağırlaşma sənət gəlsin ki, görə həqiqətən bunlar da bu 2025-də axırıncı və 2 dənə gətirmişəm. İndi 2026-da məni yolladılar ki, get pansiyona yat. Getmişəm 4-cü ay yatmışam, 5-ci ay sənədlərim vurulub. İndi gözləmişəm cavabı, müalicəyə ehtiyacı var. Bu hansı alim göstərir, bu hansı ölkədə belə göstərir ki, bunların belə saxta mesajları. Mən müalicədən çıxıb gəlmişəm, cənab prezident. Mən buradan xahiş edirəm Azərbaycan Respublikasının prezidentinə, Bizsa prezidentinə, yenidən devlət təhlükəsinə və baş prokurorluq Kamran Əliyevə xahiş edirəm. Bu ölkədə, bu şəhid ailələrində belə zulüm verməsinlər. Biz əlillərə belə zulüm verməsinlər. Biz dərdimizi kimə deyək? Mən, bax, 3 ay bundan qabaq da mən Türkiyə prezidentindən məni bezdirlər ki, ondan sınıracaq istədim. Həm rəsmi, həm sosial şəbəkədə, bütün sosial şəbəkələrdə şikayətlər edirəm. Düz 2025-in axırında düz inləyənə kimi. Prezident aparatının kuratoruna, rayonlar üzrə kuratoruna bundan xəbəri var. Qiyas Yusufov, Ağdam İcra Hakimiyyətində xəbəri var. Hamısı maraqlanır. Deyir, ay qardaş, bu nədir? Səni başını oynasınlar. Bax, sən yatırsan, gəlirsən. Mənim indiyənə kimi də sarı kağızlarım üzlərini dost mərkəzindən çıxartmışam. Bütün sarı kağızlarımın üzləri buradadır. Mən neçə ildir mən pensiyalım. Mən 15 ilin pensiyası alalım, bir də keçib 16 yerə 3-cü qrup verirlər. 15 ilin pensiyası qeyri-qanunu keçirdiblər 2-ci qrupa. Sosialım oradan kəsilib. Uşaqlarım universitetdə oxuyur. Ailə üçün 5 nəfərdən ibarətdir. Biz dərdimizi kimi deyək. Mən o pensiyayla 250 manatdan mən dava dərmanımı alırdım. Allah bunlara nə də insaf versin. Cənab prezident, xahiş edirəm, məni Anar Əliyevin əlindən alın. Məni Sosial Müdafiə Nazirinin əlləri bərpa məclisində mənim əlindən alın. Mənə zulüm verirlər. Mən qışqırmaqdan, çağırmaqdan, şikayət eləmədiyim orqan yoxdur, səsim də batıqdır. Mən neyniyim? Müalicəyə ehtiyacım var. Dünən çıxıram müalicədən, deyirlər ki, get müalicəni yat. Yatıram. Ağırlaşma sənət gəlsin. Təzələ sənətini vurdu. Getmirlər dost mərkəzinə. Dost mərkəzinə deyirlər ki, bax, sənətdə yazılır ki, ağırlaşma. Dəxlər 2 ilə 3-ün arasındadır dərəcənin. Bax, indi 3-cü dərəcədir. Get parqinifliya. Getmişəm parqinifliya. Ağdam xəstəxanası vurubdur. Ondan getmişəm Ağzəbədirə, region olaraq. 5-3 gündən sonra. Ağzəbədi qəmsiyə eləyibdir. 12 dənə həkim baxıb orada adama. Deyirlər, qardaşlar, ağır xəstəsən, burada nə var ki? Bu da mənim ağırlaşma sənətim. Onlar da bax ki, ağır sənət. Dünənlər bu, deyək, 2025-də bu
2 ilə 3-cü dərəcədir Meriyanla. İndi 3-cü dərəcəni gətirdim, dərəcə, mərhələ. Gətirmişəm ki, mən 3-cü mərhələyəm. 3-cü mərhələ ağır xəstəyəm. İndi mənim başıma cənab prezident oynasınlar. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən buradan ya Azərbaycandan deportasiya edeyim. Çıxım gedim hansısa bir ölkədə kömək edeyim. İmkanım da yoxdur deportasiya olub hansı ölkəyə getməyə. Ya da məni Sosial Müdafiə Nazirinin əlindən alın. Allah'a and olsun. İnsanları başına oynasınlar. O komitədə dəqiqədən bir elə bir hazır qoyublar. Müalicə ehtiyatı, arkadaş, maddiyə ehtiyatı var. Allah sənə kömək olmaz. Lan Sosial Müdafiə Naziri. Gedirəm də, getdim balısını yatdım gəldim. Müalicə ehtiyatı var, gedirəm. Yatıb gəldim. Ağırlaşma sənədlərlə gəldim. Bir ağırlaşma sənədlər. Deyirlər ki, mesaj. İndi Sosial Müdafiə Naziri, zəng vurmuşam. Deyir ki, qardaş, bu sağ yollayıblar ki, sən 3-cü qrupda qaldı, təzəli get müalicəyə ehtiyacı var. Mani olmalısan, mani olmuşam. Təzə deyirəm ay xanım, və təzə çıxıb gəlmişəm. Dünən yollamışım, bu gün də gəldim də. Deyək getdik, 10 gün yatdım, bu ayda gəldim. Nə oldu? Deyir, mən nağarım qardaş, mən neyiniyim? Dost mərkəzinə deyirəm, deyir qardaş, mən nağarım. Zəng vurmuşam Ağzəbədinin region üzrə, Vitekinə, direktorundan belə. Deyirəm, ay doktor, mən getdim, yatdım, gəldim də, ağırlaşma sənətlə gəldim. Deyir, ay qardaş, vallahi biz də qalmışıq belə. Ağdamda deyirəm, Ağdamda deyir ki, məxsus şəxslər, qardaş, vallahi biz də bağımını təsdiq edir. Pesadına vurmuşduq ki, hə, bu adam xəstədir, ağır asmatikdir. Biz də burada təsdiq edəm, səni yoxlayın. Ağzəbə oradan deyir ki, mən təsdiq edəmişəm. Sosial Müdafiə Naziri bizim başımıza nə oynasın, cənab prezident. Xahiş edirəm, Azərbaycan Respublikasının deməli, baş prokurorluğundan, Azərbaycan Respublikasının devlet təhlükəsindən. Bunu bir maraqlanın, siz də araşdırın. Sizə də bir elə məktublar yazdım. Məktublar mənə də gəlir ki, adiyyatı üzrə, sənədlərin gedibdir. Mağara Sosial Müdafiə Naziri 2-3 dəfə zəht gəlir ki, qardaş, heç də yatıb gəldim, biz də bu işdən maraqlanır ki, təzənin gəlir ki, müalicəyə ehtiyacım var. Bu hansı devlətdə görsər ki, sən bunu yollayırsan, gelir xəstəxanada 10 gün yatır, 15 gün yatır, evə gəlib çatan kimi deyir, müalicəyə ehtiyacı var. Və bu nədir? Bizi bağımlılığı yerinə qoyub oynadılar. Bu da şəhid ailələrinə hörmət, diqqət, nə bilim, Sosial Müdafiə Nazirində inkişaf buradan gəldi, getdi, əlləri bərbatı, gündüzü reklam edir, saytlarla, nə bilim, hər əlallı bir telefon Sosial Müdafiə Nazirinin işçiləri sayt açıb, o inkişaf buradan getdi, şahid ailesi buradan getdi, Qarabağ əlli buradan getdi, əlləri diqqətdə saxlamışım. Yalan deyirlər cənab prezident. Anar müəllim yalan deyir Sosial Müdafiə Naziri. Bunlar oyun oynayır orada. Bunlar bilmirəm bizə nəyə qalamaq istəyir, bizi niyə diri-diri öldürmək istəyir. Artıq dərəcədə sizdən xahiş edirəm. Mənim gələn müraciətlərimi diqqətə alasınız. Yoxlayın görün. 2025-ci ildə getdim, yaqdaş, yaptım, gətirin. 2026'da dediniz get yat, gene çıxır indi gəlmişəm. Lan nə qədər müraciət edeyim də. 5-ci ay gəlmişəm, bir tane müalicəyə ehtiyac var. Gedir yatacağım, gələcəm deyəcəm müalicəyə ehtiyac var. Ayrı bunları adamı başlar eləməkdə başqa şeylərdən əllərindən gəlmir. Artıq dərəcədə xahiş edirəm. Azərbaycan Respublikasının prezidentindən, Bisra prezidentindən. Bax, cənab prezident, Ukrator'da bilir, Ukrator'da müraciət eləmişdim. Gözəl insandır, sağ olsun Qiyas Yusufiyev. Ağdam İcra Hakimiyyətindən belə qarışdılar. Hamısı da görürlər ki, mən düzəm, düzün deyirəm. Amma nə olsun, onlar da çarəsiz qalıb ki, bu Sosial Müdafiə Naziri bu vətəndaşların başına gəlir. O sırada siz də həmişə deyib ki, şəhid ailələrində diqqət qayğı. Bu da bizə bunları dilədiyi diqqət qayğı. Artıq dərəcədə xahiş edirəm. Məni cənab prezident qəbul edeyim məni. Artıq dərəcədə xahiş edirəm. Kamran Əliyevdən, cənab prokurordan, devlet təhlükəsindən xahiş edirəm. Məni çağırın ora, özünüz də bax. Benim bütün sənədlərimə baxın görün mən saxtakaram yoxsa bundan saxtakardır. Artıq dərəcədə xahiş edirəm sizdən.